Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib. Fermaların birində yırtıcıların hücumu nəticəsində təsərrüfat sahibinə 12 min manata yaxın ziyan dəyib. Ad canavarlar fermada 40 heyvanı parçalayıb. Çoban zəng elədi ki, dama çanda elə bildim qoyunlar zəhərlənibdir. Hamısı yatırdılar. Biz içəri girə göndüm, hamısı yaralıdılar. O bir qapıdan gəliblər. Başdan açıb gəlib gələndə görüb ki, qoyun yatır. Təzədən fırlananda görüb ki, eşdə də qoyunlar var, eşdəli. Təzədən mənə zəng elədi, mən də gəldim. Gəldim, gördüm vəziyyət bu gündədir. 37 dənə qoyun ölübdür, 3 dənəsi də yaralıdır. Əraziyə cəlb olunan baytarlar təsərrüfatda dezinfeksiya və vaksinasiya işi aparıb. Həmin xəstə heyvanlar, yaralı heyvanlar sürüdən təcrid olundu. Həmin heyvanlar tərəfimizdən profilaktik tədbir görüldü. Təsərrüfatda olan hətta itlər də dərhal quduzluq xəstəliyinə qarşı vaksinasiya tədbirinə keçdik. Ondan sonra gördüyünüz kimi bütün ərazi dezinfeksiya olundu və təsərrüfat sahibinə, fermerə özümüzün xüsusi tövsiyə və tapşırıqlarımızı verdik. Yəni bildirdik ki, bu heyvanların ətindən istifadə etmək qəti surətdə qadağandır. Ondan əlavə hətta həmin heyvanların ölmüş cəsədlərin itlərə verilməsi belə qəti olmaz. Çünki bu quduzluq xəstəliyinin yayılmasına səbəb ola bilər və gələcəkdə böyük fəsadlar baş verə bilər. Təsərrüfat sahibinin sözlərinə görə canavarlar o dərəcədə güclü olublar ki, qoyunların bəzisini pəncərədən çıxararaq çöldə yeyiblər. Canavar gəlib buradan, biri bu pəncərədən keçibdir. Bunu çəkən kimi çıxırdan ondan çəkib çıxardıbdır. Biz də buradan geldik. Çıxanda da bax buradan qan zadı idi. Heyvanın yun zadı tökülmüşdü. Böyle qara yun zadı vardı. Bax bir də buradan çıxıblar. Heyvanı çıxardıb da buradan. Heyvanı çıxardıblar. Hələ çıxardıb orada farıq edirlər. Təsərrüfat sahibi deyir, 2-3 ildir ərazidə canavar hücumu baş vermirdi. İndi bu canavarları digər ərazidə də görənlər olub. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV Ağstafa.